إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له. وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله. اللهم انفعنا بما علمتنا وعلمنا ما ينفعنا وزدنا علما. Ve Allah Teala'nın müveffakiyetiyle Büyük Günahlar kitabından 26.sında kalmışıq. Ve büyük günahlardan 26.sı El-Qadissu, pis qazi. Pis qazi. Alimler de icma ediblər ki, insan hər hansı məsələdə haqsız yerə, zülmlə bir məsələdə hökm verməsi böyük günahlardandır. Və kim də bunu bilərəkdən, bilə-bilə edərsə, böyük günahlardandır. Və buna hər kəs də daxildir. Və bu da böyük günahlardandır. Necə ki, alimlər bunu demişlər. Və Allah Teala buyurur, وَمَنْ لَمْ يَحْكُمْ بِمَا أَنْزَلَ اللّٰهُ فَأُولَٰئِكَ هُمُ الْكَافِرُونَ. Məidə surəsi 44-cü ayə. Və hər kim Allah Teala'nın nazil etdiyi ilə hökm etməzsə, məhz onlardır kafirlər. Və 3 ayə gəlir bu Məidə surəsində. Və növbəti ayədə Allah Teala buyurur ki, فَأُولَٰئِكَ هُمُ الظَّالِمُونَ. Məhz onlardır zalimlar və üçüncüsü onlardır fasiqlər. Və bu ayələr Yahudilər haqqında nazil olmuşdur ki, onlar Allah Teala'nın nazil etdiyi Tövratla hökm vermirlər və aralarında baş verən məsələlərdə nəfsi istəklərinə tabi olurlar və Tövratı dəyişdirirlər və istədiyi kimi onu çevirirlər, yozurlar və özləri arasında şərəfli, hörmətli, adsanlı nəsildə olan birisi günah edəndə ona dəymirlər. Lakin yəni tanınmayan və yaxud da hörməti olmayan, şərəfi, adsanı olmayan birisi günah edəndə isə cəzanı ona tətbiq edirdilər. Və alimlər deyir ki, kim də Yahudilər kimi olarsa, yəni bu birincisi ona aid olur ki, inkar edir Allah Teala'nın nazil etdiyini və həmçinin Allahın nazil etdiyi Qur'anı inkar edir, qəbul etmir və Allah Resulü sallallahu aleyhi və səlləmi tanıdıqları halda bilə-bilə qəbul etmirlər və belə olarsa insan onlara bənzəyərək kafirlərdən olur. Və həmçinin İbn Abbasdan rəvayət olunmuşdur ki, bu yəni aşağı küfürdür, yəni əməli küfürdür. Əgər bir müsəlman yəni nəfsinə tabi olaraq və yaxud da başqa hər hansı bir məqsədlərlə edərsə. Və yine Allah Teala buyurur, "Əfə hukmel cahiliyyəti yebğun." Yoxsa onlar cahiliyyə hökmünü mü istəyirlər? Ki, cahiliyyə hökmü İslamdan qabaqki, yəni zülm, haqsızlıqla dolu olan hökmlər idi. Və yine Allah Teala buyurur, "İnnellezîne yektumûne mâ enzelnâ minel beyinâti vel hudâ min ba'di mâ beyyennâhu linnâs." O kəslər ki, bizim nazil etdiyimiz açıq aydın dəlillər və hidayəti gizlədirlər. İnsanlara biz bəyan etdikdən sonra kitabda فَأُولَٰئِكَ يَلْعَنُهُمُ اللّٰهُ وَيَلْعَنُهُمُ اللَّاعِنُونَ. Və onlar o kəslərdir ki, Allah onlara lənət edir və lənət edənlər də onlara lənət edir. Yəni bu ayələr kitab əhli haqqında nazil olsa da, lakin yəni ümumidir, necə ki qayda olaraq deyilir ki, "Əl-ibratu bi umumil lafzi la bi xususis səbəb." İbrət ləfzin, ayənin, dəlilin ümumiliyinə görədir, səbəbin xüsusiliyinə görə deyildir. Ola bilər Yahudilər və yaxud da Hristiyanlar haqqında nazil olsa da hər hansı bir ayə, lakin ümumi hər kim bu ayədə keçən vəsflərlə vəsflənərsə, ona da aid olur ki, Allah Teala'nın nazil etdiyi hidayət, açıq-aşkar dəlilləri Allah Teala kitabda insanlara bəyan edir və insan gizlədir. Gizlədir və nəfsinə tabi olur.
nəfsi isteklərin ardınca gedirsə, Allahın və lənət edənlərin lənəti olur ona. Allah korusun. Burayı da radiyallahu deyir, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuştur. Qadin fil cənnəti və qadiyani finnər. Bir qazi cənnətdədir və iki qazi isə cəhənnəmdədir. Qadın, yəni qazi, insanlar arasında yəni hökm verən, insanların arasında baş verən hər hansı məsələ, ixtilaflarda onlar arasında hökm verəndir. Və Allah Resulü sallallahu aleyhi ve sellem bildirir ki, bir qazi cənnətdədir, lakin ikisi isə cəhənnəmdədir. Və birincisi, qadın arafəl haqqa. Bir qazi haqqı bilər, fəqada bihi və o bildiyi haqla hökm verər, o cənnətdədir. Və qadın arafəl haqqa fəcəra mütəammidən fəhu finnər. Və bir qazi isə haqqı bilər və qəsdən, bilərəkdən haqsızlıq edər, o cəhənnəmdədir. Və haqqı bilir, lakin bilərək, qəsdən əksinə, haqqa zid, haqsızlıq edərək zülm edir, zülmcə hökm verirsə əgər o cəhənnəmdədir. Və qadın qada bi qeyri ilmin fəhvə finnər. Və üçüncüsü o qazidir ki, elimsizcə, yəni haqqı bilmədən, elimsizcə hökm verirsə əgər, o da cəhənnəmdədir. Yəni insanlar arasında hökm verirsə. Və başqa ləfzdə isə gəlir ki, qadiyani finnari əl-qudat sələfə. Qazilər, yəni insanlar arasında hər hansı məsələdə hökm verən qazilər üçdür. İkisi cəhənnəmdədir, biri isə cənnətdədir. Və sonra hədisin davamını zikr edilir ki, birinci qazi, hökm verən insan haqqı bilər və o haqla hökm verərsə o cənnətdədir. İkincisi haqqı bilir, lakin haqsızlıq edir. Bilərəkdən zülm edirsə əgər cəhənnəmdədir. Üçüncüsü isə haqqı bilmədən elimsizcə hökm verərsə o da cəhənnəmdədir. Və sonra İmam Əz-Zəhəbi deyir ki, فَكُلُّ مَنْ قَضَى بِغَيْرِ عِلْمٍ. Və hər kim elimsizcə, bilmədən hökm verərsə, qazılıq edərsə, وَلَا بَيِّنَةٍ مِنَ اللّٰهِ وَرَسُولِهِ və Allah və Rasulundan heç bir dəlil olmadan hökm verərsə, qazılıq edərsə, عَلَى مَا يَقْضِي بِهِ, yəni hökm verdiyi, qazılıq etdiyi məsələdə və o insan da bu şiddətli hədəyə daxildir. Ki Allah Resulü sallallahu aleyhi ve sellem bildirmiştir ki, cəhənnəmdədir. Və yenə Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, qadiyani finnəri və qadın fil cənnə. İki qazi, iki hakim cəhənnəmdədir və biri isə cənnətdədir. Və sonra hədisi zikr edir və deyirlər ki, fəmə zəmbulləzi yechəl. Və o bilməyənin, yəni cahil olanın günahı nədir? Və buyurur Allah Resulü sallallahu aleyhi ve sellem, zəmbuhu əllə yəkuna qadiyan həttə ya'ləm. Onun günahı odur ki, yəni bilənə qədər qazi olmamasıdır. Yəni olmamalıdır qazi. İnsan hökm verməməlidir. İnsanlar arasında qazilik etməməlidir, öyrənib bilənə qədər. Öyrənmədiyi, bilmədiyi halda qazilik etdiyi üçün, insanlar arasında hökm verdiyi üçün, yəni ona bu cür şiddətli hədə vardır. Və yenə Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, مَا مِنْ أَحَدٍ يَكُونُ عَلَى شَيْءٍ مِنْ أُمُورِ هَذِهِ الْأُمَّةِ فَلَا يَعْدِلُ فِيهِمْ. Və hər kim bu ümmətin işlərindən hər hansı bir işdə məsul şəxs olarsa, səlahiyyətli şəxs olarsa, yəni müsəlmanların işlərindən hər hansı bir işdə məsul, səlahiyyət sahibi olarsa və onlar arasında ədalətlik etməzsə, illə kəbbəhullah finnər. Allah Teala onu üzü üstə cəhənnəmə atar. Və yenə də
Ebu Hureyre'den rivayet olan hadiste Allah Resulü sallallahu aleyhi ve sellem ile buyurur. Men cu'ile kadiyen beynen nasi ve her kim insanlar arasında gazi edilərsə, yəni hökm verən, hökm kəsən, insanlar arasında aralarında baş verən məsələlərdə və yaxud da hər hansı bir işdə insanlara hökm verən bir qazi təyin edilərsə, fəkəənnəmə zubihə bi qeyri sikkinin və sanki o insan bıçaq olmadan, bıçaqsız kəsilən birisidir. Bıçaqsız, boğazından kəsilmişdir sanki. Və bu hədis haqqında alimlər buyurur ki, Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, bıçaqsız kəsilmişdir sanki. Uridə ənəhu zubihə əşəddə zəbhi. Yəni burada qəsd olur ki, o şiddətli şəkildə bu insan kəsilmişdir. Liənnə zəbhə bis-sikkin əryəhu liz-zəbihə. Çünki qurbanlıq heyvanı bıçaqla kəsəndə onun kəsilməsi üçün rahatlıq olur. Bıçaqla tez kəsilir. Amma bıçaqsız kəsilən isə daha şiddətlidir. Və yaxud da məqsəd odur ki, ənəhə zubihə lə zəbhən yəqtuluhu bəl zəbhən yəbqa fihi və lə hayyən və lə meyitən. Məqsəd odur ki, burada o yəni kəsilmişdir, lakin öldürücü kəsilməklə kəsilməmişdir. Və sanki o insan nə həyatdadır, nə də ki ölüdür. Çünki bıçaqla kəsilməyib ki, ölsün, nə də ki kəsilməkdən də salamat qalmamışdır ki, insan yəni doğru düzgün həyatda yaşayan birisi olsun. Və həmçinin alimlər deyir ki, burada məqsəd odur ki, ənə zəbhə qeyrul mütəarif. Yəni burada kəsilmək insanların adətində olan kəsilmək deyildir. Yəni burada kəsilmək an həlaki dinihi dunə həlaki bədənihi. Yəni bu insan kim ki insanlar arasında qazi təyin olunmuşdur ki, təyin olunubsa, bu insan bədəninin həlak olmamasıyla dini həlak olan birisidir. Sanki bədən qalıb, yəni bıçaqsız kəsilməsi mənası odur ki, bədən sağdır, lakin insanın dini həlak olur. Və zəlikə ənəhu btuliyə bil-ənəid daim. Çünki bu insan daimi məşəqqət, məsuliyyət yüklə yüklənmişdir. Və bu insan elə bir xəstəliklə mübtəla olunur ki, qiyamət gününə qədər peşmançılıq gəlir. Və cümhur alimlər deyirlər ki, yəni bu hədis yəni qaziliyə insanın can atmamasını bildirir ki, insan qazi olmağa, insanlar arasında hökm verməyə, hakimliyə can atmasın. Çünki təhlükə vardır. Və bəzi alimlər deyirlər ki, ənəhu yənbəği ləhu ən yumitə dəvaihi əl-xabithə. Yəni bildirir ki, insan nəfsində olan o pis istəkləri öldürməlidir. Yəni o pis şəhvətləri yox etməlidir. Sanki Allah Resulü sallallahu aleyhi ve sellem əmr edir ki, insan bu şeyə addım atmasın. Yəni bu hədis bildirir ki, yəni insan öz halına, öz vəziyyətinə yazığı gəlsin. Yəni öz halına ağlasın. Öz canının qədrini bilsin. Ki, əgər bu cür məsələdə haqsızlıq edərsə, ona cəhənnəm vardır. Və yenə buyurur ki, İmam Əz-Zəhabi, İzəştəhədəl hakimu, amma hakim əgər iştihad edər, qazi iştihad edər, çalışır və özündə olan doğru düzgün dəlillərlə qazilik edər, hökm verərsə və hər hansı bir fəqihin, hansısa bir şeyxin, alimin rəyi ilə hökm verməzsə, halbuki bu rəyin zəif olmasını o görür, bu ilə hökm vermir, lakin özündə olan dəlillər əsasında hökm verir, çalışır ki, haqq olsun, onda bu insan savab qazanır.
Çünkü Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki İzeştehedel hakimu fe asabe felehu ecran. Eğer bir hakim çalışır, içtihad eder ve doğruya müveffek olarsa ona 2 sevap vardır. Ve in iştehede fe ahta. Ve eğer hakim çalışır, içtihad eder, yani özünde olan delillere esasen hüküm vermeye çalışır ve hata ederse, sehv ederse ona bir ecir vardır. Ve bu hadiste Allah Resulü sallallahu aleyhi ve sellem ecr savabın hasıl olmasını bildirir. Kim ki hüküm vermemişten ve çalışır ki hakka muvafık olsun. Allah ve Resulünün sözlerine, hükmüne uygun olsun. Ve gaziye, yani insanlar arasında hüküm verene haramdır, qəzəbli olduğu halda hüküm vermesi. Ve xüsusən də insanlar arasında mübahisəli bir işdirsə ve bu zaman qəzəbli halda hüküm vermesi haramdır. Lakin qazi, yani hakim, bu hüküm veren insanda elm azlığı olarsa, elmi azdır ve üstelik qəsdi de pistirsə ve bu insanın əxlaqı da doğru düzgün değil, şeriate muhaliftirsə ve insanın təqvası, Allah korkusu da azdırsa, onda belə adamın xüsranı, ziyanı, xəsarəti tamdır. Ve bu insan öz halını bu cür görürse eğer, ona vacibdir ki özü bu işten uzaklaşsın ve cehennem odundan xilas olmak için çalışsın, tələssin. Ve insan daim uzak gören olmalı ve ölümden sonraki hayatını düşünmelidir. Ve öz eliyle özünü cehennem oduna atmamalıdır. Ve yine Abdullah bin Amr değil, Allah Resulü sallallahu aleyhi ve sellem buyurmuştur. La'netullahi alel-raşi vel-murteşi. Allah'ın laneti olsun rüşvet verene ve rüşvet alana. Çünkü rüşvet veren de, rüşvet alan da Allah ve Resulünün koyduğu kanunlara muhaliftir. Ve hususen de sonraki dövrlerde, indiki dövrlerde rüşvetin adı değiştirilerek başka adlar koyulur. Şirinlik, hediye vesaire. Lakin hamısı rüşvettir. Rüşvet de odur ki insan hakkı batilleştirmek için veyahut da batili haklaştırmak için verilen her hansı bir mal rüşvet sayılır. Ve İbn-i Qayyim Rahman diyor ki, yani rüşvete dahildir işçiye verilen hediyeden. İşçiye verilen hediye özü de rüşvete dahildir. Ve burada saklayaq, sonra gelir 27.si büyük günahlardan ve Allah Teala'dan istəyirəm ki bizi bütün günahlardan korusun. Ve Allah Teala bu ümmeti ıslah eləsin. Allah Teala halkımızı hidayet eləsin. Allah size de bereket versin. Subhaneke Allahumma ve bihamdik. Eşhedü en la ilahe illa ente estağfiruke ve etûbü ileyk.